Salam, hər vaxtınız xeyir, gözəl və dəyərli izləyicilərim. Yenə sizə gözəl bir görüntü ilə qarşınızdayım. Mən Rəhman Lerikli. Bu bizim müşəkil çayımızdır. Çay hazırda yay olduğuna görə, hani iyun-avqust aylarını olduğuna görə havalar kəskin isti olduğuna görə çayımız quruyub. Yani size güzel bir mənzərə göstermek istəyərdim. Ama təəssüf ki suyumuz quruyub. Təmiz havası ilə, təmiz suyu ilə bilinen gözəl Lerikimizdən siz üçün gözəl görüntülər çəkməyə çalışıram. Kaş belə sulu çox vaxtında çəkə biləydim. Amma sadəcə biraz çalalarda və biraz da axan su var. Zəhmət olmasa videomu bəyənib, abunə olub, bildirişləri açmağı unutmayın.